Sahibkar tanışlarına internet platforması üzərindən əlavə gəlir əldə etmək vədi verib onların 4 milyon manatını ələ keçirməkdə ittiham olunan birjaçı Nizami Alışanın məhkəməsi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsinə keçirilən son iclasda hökm oxunub. Aytən Əliyevanın sədrlik etdiyi hakimlər kollegiyası təqsirləndirilən şəxsə verilmiş xüsusilə külli miqdarda dələduzluq ittihamının məhkəmədə təsdiqini tapdığını bəyan ediblər. Hökm əsasən Nizami Alışana 10 il müddətində həbs cəzası verilib. Bundan əlavə birjaçı pullarını batırdığı zərər çəkmişlərdən biri Babək Məmmədzadəyə dəymiş maddi ziyanı da ödəməli olacaq. Nizami isə son sözündə yenə zərər çəkmiş kimi tanınan Babək Məmmədzadənin adını çəkib. Babək qoyduğu puldan qat-qat çox qazandığını deyib. Birjaçı Babəkin atasının da bir vaxtlar böyük yeyinti ilə məhkum edildiyini xatırladaraq indi isə oğlunun özünü zərər çəkmiş kimi təqdim edib onun üstünə gəldiyini bildirib. Qeyd edək ki, Nizami Alışan Daxili İşlər Nazirliyinin kiber cinayətkarlıqla mübarizə baş idarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Artıq pul qazanmaq üçün pul verib sonradan şikayətçi olanlar isə Nərmanov rayon prokurorunun keçmiş müavini Zeynal Usubov, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadə və başqa iş adamı Yadigar İsrafilovdur. Nizami Alışan isə AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu müğənni Elarizin kürəkənidir.